Müxtəlif dövlət qurumlarında ixtisarlar başlayıb artıq bunun biz məlumatlarını eşitməkdəyik. Üstəlik də bilirsiniz də artıq reformalar olacaq, icra hakimiyyətləri və s. artıq dəyişiləcək. Gedən məlumatlara görə bunun adı dəyişib olacaq səlahiyyətli nümayəndələr və ümumiyyətlə icra strukturları götürüləcək və oradakı işçilər azalacaq və s. Bunlar hamısı güya idarə etməni islahat aparıb daha da yaxşı etməkdir. Amma əksində xeyr, bu yeni icra hakimiyyətində də işçilər azalacaq. Bu nə deməkdir? Bu da yeni ixtisarlardır. Yəni hər dəfə hər bir sahədə yeni işsizlər artacaq, çoxalacaq və bu da narazılığa gətirib çıxaracaq. Yəni baxın, budur bunların gördüyü iş. Baxın, illərdir bizim küçə uşaqları deyirdilər. Bunlara mitingdən başqa işinə bilməyə qoyasan, azadlıq istefa qışqırsınlar və s. Amma ünsur adlandırırlar və s. Amma özləri ölkəni həvalə verdilər plaza uşaqlarına, belə deyək. Mən onları İtalyanski geyinənlər adlandırıram. İtalyanski geyinən qaqoliklar, yəni plaza uşaqları, botaniklar. Necə istəyirsiniz adlandıra bilərsiniz. Bunlar da ölkəni artıq plaza kimi ya da ölkəni, yəni şirkət kimi idarə edirlər. Hər şeydən dividend görürlər. Yəni vətəndaşa vətəndaş gözü ilə yox, çünki dövlət vətəndaşa vətəndaş gözü ilə baxmalıdır. Bunlar artıq vətəndaşa müştəri gözü ilə baxmalıdır. Bu bizə xeyirdirsə, xeyir deyilsə qarşısını alaq. Əsas odur ki, büdcəni dolduraq. Büdcəni də necə dolduraq? Bu da artıq görünür ki, nəyin hesabına? Vətəndaşın cibinin hesabına və vətəndaşı belə deyək, işdən çıxartmağın hesabına. Nə olacaq? Az maaş verəcək, bununla da büdcə olacaq. Amma bəs narazı kütlə, bəs işsiz kütlə, bəs bu nə olacaq? Yeni işsiz, belə deyək, ordu yaranacaq və bu nə olacaq? Bu bunları artıq düşündürmür. Baxın, bunların siyasəti budur. Yəni ki, bu siyasətlə də bir ölkəni sən əgər dövlət təfəkkürü ilə yox, şirkət təfəkkürü ilə idarə edəcəksiniz, axırı nə olacaq həmin ölkəni? Bax, arxamda görən divarı görürsünüz, bax bu olacaq. Biz istəmirik bu olsun. Biz istəmirik, danışırıq, deyirik və deyəcəyik də. Bunu da nəzərə almalıdır. Bunu bugün bizim sözlərimizi nəzərə almasalar, sabah artıq gec olacaq. Çünki nə bizim sözlərini, nə də onların özlərinin sözlərini, özlərinin belə deyək, vədlərini artıq boğaza gələn kütlə nəzərə almayacaq. Boğaza gələn kütlə də bilirsiniz. Boğaza gələndə bir misal var, meymun deyir, su deyir, boğazına gələndə nə edir? Balasını da ayağının altına atır. Nə olacaq? Heç nə. Ölkəmiz, dövlətimiz artıq ayaqlar altında qalmaq təhlükəsində olacaq.